insanın öz dəyər qiymətini bilməməyi, özünə mərifəti olmamağı, öz həqiqi xeyir və zərərini bilməməyi. Bir çox şeylər insanın zərərinədir, onu gecə-gündüz insan onun sorağındadır. Ömrünü ona xərcləyir ki, elə bilir niyə, nə üçün? O elə bilir ki, onun xeyrinə budur, elə bilir səadəti budur, elə bilir ona çatsa da bu böyük bir kamala çatır. Halbuki belə deyil. Odur ki, din burada gərək danışa, Peyğəmbər gərək burada danışa, imam gərək burada danışa, alim, Əhl-i Beyt məktəbində tərbiyə olunmuş gərək alimlərə müraciət oluna ki, doğrudan da insan üçün həqiqi xeyir və zərər nədir? Həqiqi xeyir və zərər nədir? Ahirətdə məlum olacaq insan nə toplayıbdır. Yevmə tubləs sərair, o batinlər üzə çıxanda insan başa düşəcək ki, mən hər nə yığmışamsa hamısı öz zərərimədir. Öz əleyhindən yox. Hətta o Quran-ı Kərimdə də Allah Teala işarə edir ki, hətta insan öz topladığından, öz əməllərindən, öz vücudunda yığıb saxladığı əxlaqdan, əqidədən, əməldən biz qabaq söhbətlərimizdə də demişik də, insanın şəxsiyyətini bu üç şey formalaşdırır. İnsanın bir əqidəsi var, bir əxlaqı var, batini sifətləri, səciyyələri, bir də əməlləri. Bu üç şey insanın topladığıdır, qazandığıdır. Ahirətdə məlum olacaq ki, bunun bu topladığı öz xeyrinədir, yoxsa zərərinədir. Quran işarə edir ki, bir çox insanlar öz topladıqlarından qaçmaq istəyəcəklər. Yəni o əməl dəftəri. İnsanın həqiqətidir. Açılanda bir anda deyir o qiyamətdə arzu eləyəcək ki, bununla mənim məsələn 1000 kilometr fasiləm olsun. İstəməyəcək onu özünə yapışdırsın, özünü ona yapışdırsın. Halbuki istəyəcək öz əməllərindən, öz dünyada topladıqlarından qaçmaq istəyəcək. Orada üçün həqiqəti açılıb, pərdə çəkilibdir deyənə vəhşət eləyəcək. Ki, yəni mən bundan birəm, üçün onun cəhənnəm simasını görəcək. Görəcək, bu artıq cəhənnəmdir, öz vücudu cəhənnəmdir. İstəyəcək insan orada qaçmaq. Quran buyurur ha, istəyəcək ki, burada fasilə tapsın ondan. Qaçmaq istəyəcək, amma bu mümkün deyil. İnsan məgər öz-özündən qaça bilərmi? Hara getsən sənləndir. Hətta ona xatir buyururlar ki, axirət atəşinlə dünya atəşinin fərqi, bir fərqlərindən biri də budur ki, dünyada insan əgər bir od insana yaxınlaşsa, əvvəl insanın dərisini yandırar, sonra keçər sümüyünü yandırar. Yəni xaricdəndir. Amma axirət əzabı xaricdən deyil. Daxildəndir. Özün topladığındır və ondan sənin qaçmağın qeyri-mümkün olan bir şeydir.